Salam aleyküm qardaş. Salamlar vaxtılsın. Mən Zahir müəllimlə görüşməli idim Şəmkirdə. Yəni mənə də zəng vurub bildirmişdilər. Getdim mən Şəmkirə. Amma çox təəssüflər olsun ki, Tərtərdə baş verən bu rüşvət və korrupsiya hallarını mən Zahir müəllimə bildirmək istəyirdim. Və məni orada Rəşad Orucov, müdir müavini, alim müəllimin müavini. Məni Zahir müəllimlə görüşdürməyə qoymadılar. Yəni mən hesab edirəm ki, Murad Ceynalovun göstərişidir ki, yəni Arif Paşayev görüşməsin Zahir müəllimlə. Mən nətər eləyə bilərəm ki, yəni faktları da diskə yığmışdım. Özümdə orada jurnalistlər var idi. Orada müsahibə verdim, diski də göstərdim. Orada baş verənləri də bildirdim. Özümdə 6 ay yaxındır ki, Tərtərdəki o su meliorasiya sistemlərində korrupsiya, rüşvət hallarını sosial şəbəkədə paylaşıram. Mən onları fikirləşdim ki, ola bilər Zahir müəllim görmür. Bu 6 aydır mən onun paylaşımlar edirəm ki, gedim Şəmkirdə görüşüm. Yəni görüş təyin elədilər, sağ olun. Amma çox təəssüflər olsun ki, məni Zahir müəllimlə görüşdürmədilər. Mən nətər eləyə bilərəm ki, o ən azından mənlə görüşməsə də olar. O diski ona verim. Belə başa düşdüyüm qədərilə Tərtər rayon sakinisiniz, Bəli, düzdür? bəli, Tərtər rayon sakiniyəm. O görüş barədə dediniz məlumat, zəncirlik verdilər. Görüşməyiniz barədə sizə Getdim məlumat Şəmkirə. verdilər. Getdim Şəmkirə. Şəmkirə getdim səhər saat 9-dan axşam 8-ə qədər 120-yə yaxın adam var idi. Hamı görüşdü. Axırda da mən 43-cü adam idim. Orada mənim adım üstünə xətt çəkmişdilər. Yazmışlar ki, görüşə buraxılmasın. Nəysə, hamı danışandan sonra özümü soxdum idarəyə bir tərlə. Ki, mənə Zahir müəllimlə görüşdürün də. Mən vətəndaşam, mənim problemlərimi həll eləsin. Yəni, mən də o nə qədər elədilər görüşdürün. Mənə 2 dənə post patrol maşın gəldi. 7 yox 8 dənə də polis serjantları. Heç nə, mənim qolumdan tutdular, o ərazidən uzaqlaşdırdılar ki, yəni bu görüş verilməyəcəksə. Mən nə qədər elədim, Zahir müəllimlə görüşənmədim. Yəni əlimdə də disk var Bir idi. şey deyim, mən sizə sözü kəsdim, üzrlə hesab edin. Görüş birinci olaraq Şəmkir və Gədəbəy rayonu əhalisi üçün nəzərdə tutulmuşdu. Yəni Tərtərdən indi gəldiyinizi dediniz, ona görə deyirəm. Ancaq indi sizin uzaqlaşdırma oradan səbəbiniz olaraq nə dedilər? Yəni buraxmadılar. Yox, tək Şəmkir Gədəbəy cəmaatı deyildi. Orada Lənkərandan da gələn var idi, Masaldan gələn var idi, Ağdaşdan gələn var idi. Tərtərdən 7-8 nəfər var idi. Sırf mən, yəni belə deyim də sizə müəllim, mən siyasi bloqeram. Yəni mən sosial şəbəkələrdə bu haqda paylaşımlar edirəm. YouTube-da Tanıqlar uzaqlaşdırdılar, yoxsa necə? yox, Zahir müəllim məni uzaqlaşdırmadı. Zahir müəllim üçün fərq eləmir mən kiməm, nə iş görürəm. O məni qəbul eləyəsi adam idi. Yəni mən o barədə də yəni bilirdim. Prosta Murad Zeynalov, Tərtərin müdürü, Şəmkirin müdürünə xahiş edib ki, ay dostum, ay qardaş, ay gözəl insan. Arif Paşayev, mənim adım Arif Paşayevdir. Arif Paşayevi Zahir müəllimlə görüşdürmür. Və bunlar da yəni istəklərinə nail oldular. Yəni mən Zahir müəllimlə görüşməyə də bilərəm. Mənə lazımdır ki, diski verim. Tərtərdə 6 aydır bu adam təyin olunubdur, müdür təyin olunubdur. Adam təpədən dırnağa qədər korrupsiya bulaşıbdır. Yəni İki variant var siz dediyiniz üçün çatdırmanın yolu. Sənədləriniz, sübutlarınız nə varsa. diska və hamısı video çəkilişlə diska yığmışdı. Bildim. Demək iki yol var. O sənədli sübutlar, disklər deyirsiniz. Bəli, bəli, bəli. Onları birinci yol Bakıda vətəndaş qəbulu var. Həftənin bütün iş günləri 1, 2, 3, 4-cü, 5-ci günlər 9-dan 6-ya kimi işləyir. Hökumət evində. Ora yaxınlaşa bilərsiniz, ora təqdim edə Yəni Zahir müəllimin özü orada olur. Özü orada olmur. Çünki mən başqasına etibar eləmirəm də, örtbasdır edirlər. Başqasına ya da ki, şəxsən özünün usta rayonlarda görüşlərdə olur, ya da ki, Azərpost vasitəsilə Dövlət Su Ehtiyatlarının sədri Cənab Zahir Mikaylova oradan göndərə bilərsiniz. Orada artıq ümumi şöbəyə çatır, oradan da bütün sənədlərə baxır. Yox, orada o elə ümumi şöbədə oturan elə Murad Zeynalovun dayısı var da, o itibbatdır eləyəcək. Siz Murad Zeynalovu yəni elə böyüdürsünüz ki, bütün şöbələrdə diskusyon adam Var. Kənan Məmmədzadə, Raquf Məmmədovun oğlu. Əvvəl MTN rəisi olub Tərtərin, sonra da Ağdam icra başçısı olubdur. Həmin onun oğlu orada sizdə auditdə işləyir. O hamısını şey eləyir, örtbasdır eləyir, qoymur gedə çata. Birinci mən dediyim sizə yol hökumət evidir. İkinci dediyim yol Dövlət Su Ehtiyatları Agentliyi.
Yəni hansını istəsəz bitirə bilərsiniz. Bildim, yaxın vaxtlarda hara gələ bilər? Gəlmə ehtimalı haradır, bilmirsiniz? O Bölgə. ancaq 22-23-dən sonra açıqlanır. O kütləvi informasiya vasitələrində də açıqlanacaq. Bildim. Əgər görüş olsa, mən ora nətər elin girə bilmir. Murad bilir ki, mən onu axtarıram da, Zahir Mücəlov dalına düşmüşəm. O bilir ki, hara getdim, mən ora gedirəm deyə o da imkan vermir də. İndi müdürün ayağını tapdalamır. Mən ora görüşmək, yəni şəxsi nətər onun bir variantı varmı? Köməklik göstərə bilərsinizmi? Yəni məni itirməsinlər də orada polis çağırıb. Görüş belə deyim də, qeydiyyatla aparılmır. Yalnız şəxsiyyət vəsiqəsi ilə həmin gün yaxınlaşılır. O görüş onda başlayır. Onda başlayır, şəxsiyyət vəsiqəsinə yaxınlaşılır. Orada ancaq idarədə elə qəbul olunur. Bilirəm, o Şəmkirdə də elə idi. Elə idi. Buradan biz ona görə nəsə qaynar xətlə bir şeylə deyə bilmədik, qeydiyyat ala bilmirik. İndi inşallah ayın son həftəsində, bəlkə də daha tez, o cədvəllər açıqlanacaq nazirlərin vətəndaşlarla görüş. Orada baxa bilərsiniz, orada qeyd olunacaq, hansı rayonda olacağı. Yo, izləyirəm. Hamısını izləyirəm ki, görüm. Hara olsa hara gedir, prosta imkan vermirlər də, orası var. Çalışaram bir tane qismət olar o diski verim, o nə olursa diski verəcəm. Oldu qardaş, çox sağ ol, Allah razı olsun. Sağ ol.